Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlərim. Hazırda çox vaxtım olmadığı üçün qaydanı əlyazma qaydam üzərindən, PDF üzərindən izah edirəm. Bu PDF sizə də ataram, bundan istifadə edin. Burada demək olar ki, testlər üzərində işləyəndə sizə lazım olacaq bütün qaydalar burada demək olar ki, var. Başlayaq. Deməli, üçbucağın tərifi necədir? Bir düz xət üzərində olmayan, bir düz xət üzərində olmayan 3 dənə nöqtə və bu nöqtəni ardıcıl birləşdirən 3 parçadan ibarət olan fiqura üçbucaq deyilir. İndi burada qeyd etmişəm. ABC təpə nöqtələrdir. Böyük hərflərlə işarə olunur təpə nöqtələr. Tərəflər isə əlifbanın balaca hərflərlə işarə olunur ABC formasında. Perimetri tapmaq üçün bütün tərəflərin toplamış olursan. Sonra burada qayda var ki, üçbucağın daxili bucaqların cəmi 180 dərəcə olur, xarici bucaqların cəmi 360 dərəcə olur. Məlum məsələ burada alfa, beta, qamma daxili bucaqlar, alfa 1, beta 1, qamma 1 isə xarici bucaqlardır. Belə bir qaydamız var ki, üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Məsələn, burada alfa 1 bərabər olur beta plus qammaya. Yəni ki, alfa 1 budur. Ona qonşu olmayan daxili bucaqlar qamma ilə beta olduğundan alfa 1 bərabərdir beta plus qamma. Beta 1 bərabərdir olur alfa plus qamma. Qamma 1 də bərabər olur ona qonşu olmayan iki daxili bucağın cəmi, yəni alfa plus beta. Belə bir qaydalarımız var ki, üçbucaqda böyük tərəf qarşısında böyük bucaq dayanır. Məsələn, burada A tərəfi B-dən, B də C-dən böyükdürsə, onda A-nın qabağında dayanan alfadan, B-nin qabağında dayanan betadan, o da C-nin qabağında dayanan qammadan böyük olur. A böyükdür, B böyükdür, C-dirsə, o zaman alfa böyükdür, beta böyükdür, qamma olur. Bu şəkillə də bağlı suallar olur. Burada əgər belə bir şəkil varsa, bu zaman x bərabər olur alfa plus beta plus qamma. Üçbucaq bərabərsizlikləri var. Onlar da bu formada burada yazmışam. Deməli, burada ümumiyyətlə ixtiyari bir üçbucaqda x tərəfi və AB tərəfləri var. Burada üçbucağın üçüncü tərəfi iki tərəfin fərqindən böyük, cəmindən isə balaca olmalıdır. X böyükdür, modulda açıq B, balaca olur A plus B-dən. Əgər x-in qabağında dayanan bucaq alfa bucağı iti bucaq olarsa, bu zaman x böyükdür alınır modulda açıq B-dən, balaca da alınır kök altında A kvadrat plus B kvadratından. Yox, əgər alfa kör bucaqdırsa, bu zaman x böyük olur kök altında A kvadrat plus B kvadrat, balaca olur A plus B-dən. Yox, əgər alfa, beta, qamma hər üçü iti bucaq olarsa, bu zaman x böyük olur kök altında A kvadrat çıx B kvadrat və burada bir işarə düşməyib və balaca olur kök altında A kvadrat plus B kvadratından. Bunlar üçün bəzən belə bir fərqləndirmə edirlər ki, x ixtiyari üçbucaq üçün x böyükdür modulda açıq B-dən, balaca da A plus B-dən. İndi alfa 90 dərəcədən balaca olarsa, yəni ki, iti bucaq olarsa, bu zaman balaca olan tərəf dəyişilmir. Böyük olan tərəf isə kök altında A kvadrat plus B kvadrat eləmiş olur. Amma alfa kör bucaq olanda, kör bucaq daha böyük bir bucaqdır deyənə, böyük olan tərəf dəyişilmir, qalır yerində. Və burada artıq balaca olan tərəf isə kök altında A kvadrat plus B kvadrat olmuş oldu. Amma hər biri iti bucaq olsa, hər üçü iti bucaq olsa, bu zaman hər iki tərəf dəyişilir. Deməli, sol tərəf kök altında A kvadrat çıx B kvadrat olur, sağ tərəfdə kök altında A kvadrat plus B kvadrat olur. Yəni, bunlar önəmlidir. Bunların hamısını olduğu kimi yadda saxlamalısınız ki, imtahanda sual qabağınıza çıxanda, yəni heç bir şey səhv orada yazmayasınız. Bir şey səhv getsə artıq sual səhv olmuş olacaqdır. Ona görə bunlar olduğu kimi yadınızda qalmalıdır. Ondan sonra hündürlük haqqında danışsaq, hündürlük nədir? Üçbucağın təpə nöqtəsindən qarşı tərəfə endirilmiş perpendikulyara hündürlük deyilir. Yəni, bu formada, məsələn, burada A tərəfinə endirilən hündürlüksə, bunu HA kimi adlandırmaq olar. Bir də bir şey burada da qeyd etmişik ki, körbucaqlı üçbucaqda hündürlük üçbucağın, yəni ki, körbucağa endirilən hündürlük xaricə düşmüş olur, belə deyək.
Sonra burada hündürlüğü tapmaq üçün düstur var ki, h bərabərdir 2s böl a düsturu. Məsələn, h-a bərabərdir 2s böl a olar. hb bərabərdir artıq 2s böl b. hc də bərabərdir 2s bölünsün s olur. Burada s, belə deyək də, sahəni tapmaq üçün Heron düsturu var. Nə vaxt bu Heron düsturuna istifadə edirik? Üçbucağın hər üç tərəfi bizə məlumdursa, bu zaman Heron düsturuna istifadə edirik. Heron düsturu belədir. S, A, B, C bərabərdir. Yəni ki, üçbucaq, yəni bu ümumiyyətlə burada da bunlar üçbucağın sahəsindən söhbət gedir. S üçbucaq ABC bərabərdir. Kök altında P vurulsun. P minus A, P minus B, P minus C. Burada P yarım perimetri bildirir. Burada da qeyd eləmişik. Ondan sonra bir qayda var ki, əgər ki, məsələn, A B-dən, B də C-dən balacadırsa, bu zaman A tərəfinə endirilən hündürlük daha böyük olur. Bu zaman H-a böyükdür H, böyükdür H ilə biz bunlar bir-biriyle artıq tərs mütənasib kimi düşünə bilərik də. Yəni ki, A balaca tərəf olsa da ona endirilmiş hündürlük daha da böyük olur da bu formada. Sonra median. Median nə deməkdir? Üçbucağın təpə nöqtəsi ilə qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Median, məsələn, indi ABC tərəflər var. A tərəfinə endirilən bir mediandırsa, MA bərabər də olur. 2-də 1 kök altında 2B kvadrat plus 2C kvadrat çıxılsın A kvadrat. Sonra belə bir qaydamız var ki, medianlar bir nöqtədə kəsişir və kəsişmə nöqtəsindən başlayaraq, təpədən başlayaraq 2/1 nisbətində bölünür. Sonra belə bir qaydamız var ki, medianların kvadratlar cəmi bərabər olur tərəflərin kvadratlar cəminin 4/3 hissəsinə. Bu formada düstur verilib. MA kvadrat plus MB kvadrat plus MC kvadrat bərabər 4/3 vurulsun. A kvadrat plus B kvadrat plus C kvadrat. Burada bir qaydamız da var ki, əgər A tərəfinə endirilən median B tərəfinə endirilən mediana perpendikulyardırsa, yəni ki, MA perpendikulyardır MB-dirsə, bu zaman MA kvadrat plus MB kvadrat bərabərdir MC kvadrat olur. Burada C digər, yəni tərəfdən söhbət gedir. Yəni ki, həmin o MA ilə MB perpendikulyardır, yəni ki, A və B tərəflərinə endirilən medianlar perpendikulyardır. C isə, yəni ki, digər tərəfdirsə, burada C bərabər olur. Kök altında A kvadrat plus B kvadrat bölü 5. Belə bir qaydamız var. Şəkli burada qurmamışam. Amma istəsəz kitabdan oxuya bilərsiniz. Dəyər vəsaitində var bunlar haqqında. İndi də biraz tənbölən haqqında danışsaq. Tənbölən nədir deməli? Üçbucağın hər hansı təpədəki bucağının tənböləninin bu təpəni qarşı tərəflə birləşdirən parçasına bu təpədən keçilmiş tənbölən deyilir. Tənbölən təpədəki bucağı hansı təpədən endirilibsə, həmin bucağı yarıya bölür. Tənbölənin deməli burada, yəni şəkil qurmuşuq, alfa-alfaya ayırıb, ABC tərəflər var. Tənbölənin oturacağı ayırdığı hissələr MN. Burada xassə var ki, B-nin M-ə nisbəti bərabər də olur C-nin N-ə nisbəti. B bölü M bərabərdir C bölünsün. Və yaxud da belə də yaza bilərsən. B-nin C-yə nisbəti bərabərdir M-in N-ə nisbəti. Tənböləni tapmaq üçün düstur var. L-a bərabərdir. Kök altında BC minus MN düsturu. Bir də belə bir düstur da var ki, L-a bərabərdir. 2 bölünsün B plus C. Kök altında PBC vurulsun P minus A. Yəni bu A tərəfinə endirilən tənböləndirsə, bu zaman burada nə edirsiniz? A-nı P minus A artıq mötərizənin içərisində burada olur. Sən B tərəfinə endirsən, P minus B olacaq orada. Artıq qalanlarda A plus C, məsələn, burada da PAC, məsələn, burada da P minus B olacaq. Yəni bu formada, burada P yenə yarım perimetr hesab olunur. Yəni bu iki dənə düstur istifadə olunur bilər tənbölənin tapılması üçün. Bundan sonra danışaq burada. Belə bir qayda var ki, alfa üçbucağın hər hansı iki daxili bucağının tənbölənləri arasındakı kör bucaq olarsa, bu zaman alfa bərabər olur 90 dərəcə plus bucaq B böl 2. Bucaq B artıq digər tərəfdir də. Məsələn, bu A-nın tənböləni, bu da B-nin tənböləni. Burada kəsişmə nöqtəsinə əməl gətirdiyi alfa bucaqdır. B isə digər tərəf, yəni ki, alfa bərabər olur 90 plus bucaq B böl 2. Amma ki, alfa bucağı
alfa üçbucağın hər hansı iki xarici bucağının tən bölənləri arasındakı iti bucaq olarsa, bu zaman alfa bərabər olur 90 minus bucaq B böl 2. Yəni bunlardan da yeri gələndə istifadə olunur. Sonra burada belə bir qaydamız var ki, üçbucaqda həm hündür, yəni eyni tərəfə endirilən həm hündürlük, həm median, həm tən bölən varsa, burada ən uzunu median olur, sonra tən bölən, ən qısası hündürlük olur da. EMA, yəni bura A tərəfidir. Bir dəqiqə yazaq burada A tərəfi, onu yazmaq fikrimizdən çıxıb. Deməli, EMA böyükdür, elə böyüklük HA olur. Sonra burada bir də bu qaydalar var və bunlardan da testlər var, DİM test toplusunda istifadə olunur, bilməyiniz vacibdir. Deməli, hündürlük və tən bölən arasındakı bucaq x olarsa, yəni ki, eyni təpədən endirilən hündürlük və tən bölən arasındakı bucaq x olarsa, x bərabər də olur. Bucaq qalan iki tərəfin fərqinin yarısı olur da, bucaq C minus bucaq A bölü 2. Sonra məsələn burada düz bucaqlı üçbucaqda median və tən bölən arasındakı bucaq x olarsa, x bərabərdir bucaq C minus bucaq A bölü 2 düzdür. Sonra yenə median və hündürlük arasındakı bucaq x olarsa, bu da bərabər olur. Artıq elə bucaq C minus bucaq A daha 2-yə bölmə yoxdur burada. Deməli, median və hündürlük varsa 2-yə bölmə yoxdur. Amma median və tən bölən varsa, fərqi 2-yə bölürsən, hündürlük və tən bölən varsa, fərqi 2-yə bölürsən. Yəni, tən bölənlə əlaqəli olanları 2-yə bölürsən, amma burada görürsünüz, tən bölən yoxdur. Median və hündürlük arasındakı bucaqdır. Bu zaman 2-yə bölmə yoxdur. Ondan sonra danışaq burada orta xətt haqqında. Orta xətt nədir? Üçbucağın hər hansı iki tərəfinin ortasını birləşdirən parçaya orta xətt deyilir. Orta xətt ümumiyyətlə paralel olduğu tərəfin yarısına bərabər olur. Deməli, burada bir də bir şey də deyək ki, burada ola bilər ki, məsələn, burada düzdür yazmışıq ki, orta xətt oturacağına, üçbucaq orta xətti oturacağına paraleldir və onun yarısına bərabərdir. Amma ki, ola bilər, məsələn, yan tərəfə paralel olan bir orta xətt olsun. Yenə bu yan tərəfin yarısı olacaq. Ümumiyyətlə, orta xətt hansı tərəfə paraleldirsə, iki tərəfin ortasını birləşdirir və digər tərəfə paralel olduğu tərəfin də yarısına bərabər olur. Bir də bir şey də deyək ki, burada bunları silim, bizə çox məni olmasın. Bir də bir şey deyim ki, burada, məsələn, orta xəttlər hər üçü qurulubsa burada, hər üç orta xətt varsa, üçbucağı 4 bərabər sahəli, yəni ki, üçbucağa bölür yenə. Yəni ki, burada bir dənəsinin sahəsi S məsələn A1, B1, C1 bərabər olur. S AB-si böl 4. Bu formada bir də burada yazmışıq ki, perimetr haqqında. Bir də perimetr A1, B1, C1 bərabər olur. Perimetr ABC böl 2. Bunlar haqqında bu qədər. Bir də burada, yəni bunları da göstərmişik. A1-ə bərabərdir, B1-ə, C1-ə. Çünki orada paralelogramlar yaranır da, fikir versəz, məsələn, bundan bu qarşı tərəflər. Sonra, məsələn, buradan baxanda bundan bu. Buradan da baxanda bundan bu. Yəni ki, bərabər olur həmin bucaqlar. Bunları silək, çox eybəcər oldu. Bərabər yanlı üçbucaq haqqında danışsaq, bərabər yanlı üçbucaq ümumiyyətlə iki tərəfi bərabər olur. Və burada perimetr bərabərdir 2A plus B düsturuyla hesablanır. Bir də burada oturacağa bitişik bucaqlar da bərabərdir. Bunlar da qeyd eləsə, yəni ki, bu bucaqla bu bucaq bir-birinə bərabər olur. Bir də bərabər yanlış bucaqda oturacağa endirilmiş median həm tən bölən, həm də hündürlük hesab olunur. Yəni ki, burada MB bərabərdir, LB bərabərdir, HB yazılıb. Sonra burada başqa nə var? Bir də bərabər yanlış bucaqda bəzi düsturlar var. Məsələn, burada bərabər yanlış bucaqdırsa, NM həmin o tən bölənin, belə deyim, tən bölən deməyə əslində buna, yəni belə bir xəttimiz varsa, burada bu xəttin digər tərəfi ayırdığı hissələr N və M-dirsə, həmin o bu hissəni, yəni ki, bu xətti tapmaq üçün, yəni ki, X-i tapmaq üçün, X bərabər, yəni qırmızı, yəni bu xətti tapmaq üçün X bərabər olur kök altında A kvadrat minus M-in. Yəni belə bir şəkil verib səndən bununla bağlı bir test soruşa bilər. Məsələn, bunlar verilə bilər və soruşar ki, X-i tapın. Bu zaman rahatlıqla X bərabər kök altında A kvadrat çıx MN düsturuna istifadə edə bilərsiniz. Düzdür, başqa bir şeylər də etmək olar burada. Məsələn, hündürlük endirərsən. Hündürlük həm median, həm tən bölən olar.
Ondan sonra işlərini görərsən də orada. Amma məsələn düsturu bilsən daha tez bununla yazarsan. Düsturu bilməsən əlavə işlər görüb yenə tapmaq olur. Zaten riyaziyyatda çox testdir, çox məsələ misalı. Yəni müxtəlif üsullarla yazmaq olur. Onların hamısı haqqında inşallah testlər üzərindən danışarıq. Ondan sonra burada belə bir şəkil var. X aya, yəni ümumiyyətlə yan tərəflərə paralel işləyən xətt var. X aya paralel, yenə Y də aya paraleldir. Və burada artıq x plus y bərabər olur elə yan tərəfə. Sonra məsələn belə bir şəkil var. Məsələn baxırsınız ki, bir burada hündürlük endirilib. Bir tərəfə məsələn bu hündürlük endirilib. Bir dəqiqə bunu biraz nazikləşdirək. Məsələn baxın bu hündürlük endirilib. Sonra bu da digər məsələn bu tərəfdən qarşı tərəflərə endirilən bu formada hündürlüklərdir. Bu zaman h bərabər olur. h1 plus h2 olur. Sonra bərabər tərəfli üçbucaq haqqında biraz danışaq. Bərabər tərəfli üçbucaq nədir deməli? Bütün tərəfləri bir-birinə bərabər olur. Bütün daxili bucaqlar 60, 60, 60. Bütün xarici bucaqlar 120 olur. Və burada bəzi qaydalar yenə var ki, bərabər tərəfli üçbucaqda daxilə çəkilmiş çevrənin radiusu A bölü 2 köşdöyüşü olur. Xarici çəkilmiş çevrənin radiusu A bölü köşdöyüşü olur. Bir də R bərabərdir 2R olur. Yəni ki, xaricdəki çevrənin radiusu daxildəki çevrənin radiusunun 2 misli olur. Və burada bərabər tərəfli üçbucaqda bütün medianlar, bütün hündürlüklər, bütün tənbölənlər hamısı bir-birinə bərabər olur və A köşdü 3 bölü 2 düsturu ilə hesablanır. Yəni bu düsturla tapılır. H bərabərdir bir də R plus R olur. Bərabər tərəfli üçbucaq üçün bu qaydalar şəkərlidir. Bunlar belə. Yəni burada bəzi şeylər, yəni sözləri artıq yazmamışam. Sözləri özüm dedim. Amma sözlərlə oxumaq istəsəz yenə qayda kitabından istifadə edə bilərsiniz. Ondan sonra baxın, burada H bərabərdir. Məsələn, bərabər tərəfli üçbucaqdırsa, hündürlük var, bunu bildik. Bir də bu da belə bir şəkil varsa, bunu belə bir məsələn şəkil verib sual soruşa bilər. H olur burada x plus y plus z formasında tapılır. Ümumiyyətlə mən baxıram ki, son vaxtlar şagirdlər əl yazma PDF-lərdən ancaq çox vaxt istifadə edirlər. Əl yazma PDF-lərdən onlar üçün oxumaq daha rahat olur deyənə. Ona görə mən də əl yazma PDF üzərindən izah etməyi seçdim. Burada sonra məsələn bərabər tərəfli üçbucaqda yəni belə bir şəkil varsa, burada x, y, z tərəflərə paralel olanlarda x aya, y aya, yenə z aya, yəni paraleldirlər. Bu zaman a bərabər olur x plus y plus z. Yəni belə suallar qabağınızda çıxa bilər də, yəni testlər üzərindən çıxa bilir. Ondan sonra baxaq düzbucaqlı üçbucağa. Düzbucaqlı üçbucaq nədir? Deməli burada katetlər olur, bir də hipotenuz olur. Deməli düzbucağın qabağında dayanan tərəf hipotenuz adlanır və burada zaten düzbucaq 90 dərəcə olduğu üçün iti bucaqların cəminə də 90 dərəcə qalır. Bir də burada deməli Pifagor teoremi belədir ki, katetlərin kvadratları cəmi bərabər də olur hipotenuzun kvadratına. Bir də düzbucaq təpəsinə hündürlük endirilibsə, burada metrik münasibətlər yaranır. Düzdür, kitabda yazmayıblar metrik münasibət olduğunu, amma bunlar nədir? Düzbucaqlı üçbucaqda düzbucaq təpəsinin hündürlük endiriləndə metrik münasibətlərdir. Deməli, h kvadrat bərabər də olur n vurulsun n. Burada h düzbucaq təpəsinə endirilən hündürlükdür, yəni ki, hipotenuza endirilən hündürlükdür. Mn həmin o hündürlüyün hipotenuzda ayırdığı hissələrdir. A ilə B katetlərdir. H kvadrat bərabər mn olur. Sonra a kvadratı bərabər olur n vurulsun s. Yəni ki, m'i vurursan tamamına. B kvadrat bərabər olur n vurulsun yenə tamamına. N vurulsun s. Bunları tərəf-tərəfə bölsək, bundan bunu alınır a kvadrat bölü b kvadrat bərabərdir n bölü n. S-lər ixtisar düşür. Bir də belə bir qayda var. 1 bölü h kvadrat bərabər də olur 1 bölü a kvadrat plus 1 bölü b kvadrat. Bir də belə bir qaydamız var. H bərabər də olur a vur b bölü s. Bunlar belə. Bir də düzbucaqlı üçbucaqda qaydalar var ki, düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olur. Düzbucaqlı üçbucaqda 60'ın qarşısında duran katet digər katetin köşdöyüş mislinə, hipotenuzun isə köşdöyüş bölünsün 2 hissəsinə bərabərdir. Bunları da burada göstərmişik. Məsələn, düzbucaqlı üçbucaqdır. 30, 60, 90 qaydası da deyirik buna. 30'un qabağındakı
katet x olsa, hipotenuz 2x olur. 60'ın qabağındakı katet də köşdüyü x olur. Bir də var bərabər yanlı düzbucaqlı üçbucaqdırsa, yəni ki, iti bucaqlar 45-45 olsa, bu zaman katetlər x olarsa, hipotenuz köşdə 2x olur. Yəni bunların hamısını səliqəli formada yazmışam sizlər üçün. Sonra burada düzbucaqlı üçbucaqda balaca r deyəndə, yəni ki, daxilə çəkilmiş çevirən radiusu bərabər olur. Katetlərin cəmi çıxılsın hipotenuz, yəni ki, a plus b minus c bölü 2 düsturü. Xaricdə çəkilmiş çevirən radiusu hipotenuzun yarısı olur. R bərabərdir c bölü 2. Bir də qayda var ki, düzbucaqlı üçbucaqda hipotenuzda endirilən median hipotenuzun yarısı olur. MC bərabərdir c bölü 2. Bir də bir şeyi də qeyd edim. Məsələn, düzbucaqlı üçbucaqda ancaq bu olur ki, yəni düzbucaq təpəsindən median endirilibsə, bunlar hər üçü bir-birinə bərabər olur. Bununla bağlı bir sual düşmüşdü. O TK-nın 9-cu siniflər üçün keçirdiyi sınaqda, 2-ci sınaqda deyəsən, belə bir sual düşmüşdü. Bəlkə də görmüsünüz. İndi bundan sonra danışaq bir də burada düzbucaqlı üçbucaqda trigonometrik münasibətlər, trigonometrik nisbətlərdən belə deyək də. Trigonometri haqqında sonradan danışarıq. Burada sadəcə trigonometrik nisbətlər var. Bunlar necədir? Məsələn, alfa burada iti bucağın sinüs, kosinüs, tangens və kotangens haqqında danışarıq. Alfa burada belə deyək də iti bucaqdır. Bir dəqiqə mən bunu götürmək istirdim. Bu iti bucaqdır və bunun qabağındakı katet, qarşısındakı katet A-dır, bitişik katet B-dir, hipotenuzdakı C-dir. İndi sinüs alfa bərabər olur nə? Qarşı katetin hipotenuza nisbəti. Kosinüs alfa bərabər olur bitişik katetin hipotenuza nisbəti. Tangens alfa bərabər olur qarşı katetin bitişik katete nisbəti. Kotangens alfa da bərabər olur bitişik katetin qarşı katetə nisbəti. Tangeslə kotangens bir-biri ilə belə deyək də qarşılıqlı tərs olurlar. Yəni ki, belə deyək də biri digərinin tərsidir də belə deyək. Tangens alfa bərabər olur. Yəni 1 böl kotangens alfa və yaxud da tangens alfa vur kotangens alfa bərabər olur 1-ə. Çünki bunlar tərs ədədlərdir. Tərs ədəd bir-biri tərs olurlar da belə deyək. Onlar haqqında dediyim kimi trigonometriyada yenə geniş formada danışarıq. Burada sadəcə bizə nisbətlər lazım idi. Bir də burada sinuslar teoremi var, bir də kosinuslar teoremi var. Əgər belə deyək də, məsələn, sinuslar və kosinuslar teoremində bağlı suallar işləyərik din test toplusundan. Deməli, burada A böl sinüs alfa bərabər olur B böl sinüs beta bərabərdir C böl sinüs gamma. Bu da bərabərdir 2R oldu. Burada yəqin, yəni şəkildən görsənir hər şey. Bir dəqiqə niyə çıxdı? Şəkildən görsənir hər şey də. Zaten alfanın qabağında A, betanın qabağında B, gammanın qabağında C-dir. Yəni belə olur da. Tərəf bölünsün həmin tərəfin qarşısındakı bucağın sinüsünə. Yenə bərabərdir o bir tərəf bölünsün qarşısındakı bucağın sinüsü. Yəni bu formada bərabərdir. Bu da bərabərdir 2R. Bir də kosinuslar teoremi var. Kosinuslar teoremi nə vaxt istifadə olunur? Məsələn, üçbucağın iki tərəfi və aralarındakı bucaq verilibsə və digər tərəfini soruşurlarsa, buradan x kvadrat bərabər olur a kvadrat plus b kvadrat çıxılsın 2ab kosinus fi. Bu bucaq fi bucağı adlanır. Yəqin bilirsiniz, tanıyırsınız. Bir də burada kosinus fini bəzən soruşa bilir, elə testlər olur. Hazır elə bu düsturda yadda qala bilər. Yəni ki, buradan çıxır da düstur. Kosinus bərabər olur a kvadrat plus b kvadrat çıxılsın x kvadrat bölünsün 2ab. Bunlar belə. Bir də burada danışaq nə haqqında. Bir də belə bir qaydamız var ki, üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi bu üçbucağın tən bölənlərinin kəsişmə nöqtəsidir. Yəni ki, bundan da testlərdə istifadə olunur artıq. Yəni belə xırda ipucular bizə çox köməklik olur testlərin həllində. Deməli, nə oldu? Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi bu üçbucağın tən bölənlərinin kəsişmə nöqtəsidir. Sonra üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi bu üçbucağın tərəflərinin orta perpendikularlarının kəsişmə nöqtəsidir. Tərəflərin orta perpendikularlarının kəsişmə nöqtəsi bu formada. Bir də burada balaca yer, yəni ki, daxilə çəkilmiş çevrənin radiusu bərabər olur 2S üçbucaq bölünsün A plus B plus C. Üçbucaq deyəndə böyük üçbucağın sahəsindən söhbət gedir. Böyük yerin bərabərdə olur ABC böl 4S üçbucaq. Yəni bu düsturlarda bilməyiniz lazımdır. Hamısını dərsdə soruşacağam. Stuart teoremi var burada. Bu nədir? X kvadrat bərabər olur. Məsələn, bizdə AB tərəflərdir. M-in də digər tərəfin
yəni ki, bu x-in digər tərəfə ayırdığı hissələrdirsə, yəni ki, belə verilibsə, belə şəkil verilibsə, x-i soruşurlarsa, hazır düsturda istifadə edə bilərik. X kvadrat bərabər olur a kvadrat n. A kvadratı n-ə vurdun. Plus b kvadratı m-ə vurdun. Bölünsün n plus n, çıxılsın n vurulsun n. Bu Stuart teoremidir. Məntiqən yadda saxlaya bilərsiniz. A kvadrat n plus b kvadrat m bölünsün mn, çıxılsın mn. Nəysə, bunlar belə. Sonra məsələn burada bərabər yanlı çorbucaqlı üçbucaqdırsa burada, yəni ki, bu təpə bucaq 120, bunlar da 30-30 olarsa, yəni ki, bucaqlar bu formada olarsa, 120-30-30 olarsa və bərabər yanlı üçbucaqdırsa, yəni ki, məlum məsələdə 30-30 bərabər yanlıdır. Bu zaman bu yan tərəflər A olanda 120-nin qabağı H3 olur. Bəzən suallar ola bilir, elə hazır, yəni tez tapa bilirsən saniyələr içərisində. Yəni bu düstur yadındadırsa. Düstur yadında deyilsə, hündürlük endirirsən, bir işləmlər aparırsan da orada tapırsan yenə. Heç bir qəti ziyanı yoxdur, amma düsturda bilsəz daha tez. Sonra burada AB bərabərdir BC. Yəni ki, bərabər yanlı bir üçbucaqdır burada. KL BC-yə paraleldir. KL BC-yə paraleldir. Biraz səliqəsiz oldu. Yəqin görə bilirsiniz. Sonra LM AB-yə paraleldirsə, bu zaman belə bir qayda var ki, burada KL plus LM bərabərdir AB olur. Və yaxud da KL plus LM bərabər BC. Çünki hər biri zaten birbirine bərabərdir AB ilə BC. Bunların cəmi ya AB ya da BC bərabər olur. Hər ikisi də zaten bərabərdir. Mövzu haqqında görürəm ki, bitdi. Bu qədər. Yenə yəni video izahı da baxsaz yaxşı olar. Birlikdə yəni ki, oxumuş, hesab olunduqda əslində burada özünüz də yenə PDF-dən oxuyarsınız və yaxud da kitabınız varsa ondan da istifadə edə bilərsiniz.